Əli Söhbət Sumbatzadə Bakı Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsinin Tarix Etnologiya şöbəsində təhsil alıb. Aldığı təhsil onu tarix sahəsini dərindən araşdırmağa həvəsləndirib. Bunun nəticəsidir ki, Əli Söhbət bəy 3 cildlik Azərbaycan tarixi kitabına müəlliflik edib. O həmçinin Azərbaycan xalqının Etnogezi adlı kitabı ərsəyə gətirib. Əli Söhbət Sumbatzadə Azərbaycanda iqtisadi tarixin əsasını qoyub. 19-cu əsrdə Azərbaycan sənayesi əsəri bu yolun başlanğıcı sayılır. O, Azərbaycanın iqtisadi tarixinin öyrənilməsi sahəsində öz məktəbini yaradıb. Əli Söhbət Sumbatzadə haqqında bir çox kitablarda da bəhs olunub. Onlardan biri İqtisadi Tərəqqiyə həsr edilən ömürlər adını daşıyır. Professor iqtisadi sahədə müasir dövrdə Sovet Azərbaycanının iqtisadiyyatının inkişafı kitabını qələmə alıb. Professor bir müddət Tarix İnstitutunun direktoru kimi də fəaliyyət göstərib. O, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsini icra edib. Əmircanda dünyaya gəlmiş Əli Söhbət Sumbatzadənin şərəfinə məhz sözü gedən qəsəbədə küçə də adlandırılıb. 90 FM